Yəni, Süleyman müəllimə bağlı bu xatirəni mən deməliydim. Nə üçün bu sözləri deyirəm? Doğrudan da yadıma nə düşür? Siz təsəvvür edin, bu adam nə qədər təvəzzükar bir insan idi. Bu da Paşa bəy də burada oturub. Tələbə yataqxanası, Aksalı, minlərlə uşaq yığılır. Pəncərədən sallanan var. Axşamüstü saat 6-da Süleyman müəllimə xahiş edilir, mühazirə oxuyur. Süleyman müəllim orada 1 ay, 2 ay, 3 ay hər gün gəlib etnogeniz məsələləri, Azərbaycan tarixi məsələləri orada xırdalayır. İnanın ki, bəlkə, məsələn, milçək-uçaq qanadı eşidilirdi. Hamı belə dayanırdı. Hamı nəfsunlamışdı. Nəyi? Maneraları, sifəti, görkəmi, nə bilim, xəyallarda yaranan bir obraz. Mən həqiqətən, indi də baxanda ona həyəcanlanıram. Çünki onun sifətində elə bir nur var, həm də bir obraz var. O obrazı mümkün deyil içərindən çıxarasan. Həm də elə bir vəziyyət yaratdı ki, səmidir, obyektivliyi aşıladı. Hansı problemə yanaşıramsa indi də o obyektivlikdən kənara çıxa bilmirəm. Məhz onu Süleyman müəllim aşıladı. Beyninə elə yer etdi ki, demirəm, belə tərləmə demir. İstənilən mübahisədə məğlub yox, qalib kimi çıxırsan və sonradan onun üstünə gətirdi. Nə deyim, valla, deyiləsi sözlər çoxdur, məndən qabaq deyildi. Mən burada iştirak elədiyimə görə sizə də minnətdaram. Süleyman müəllim, sizə uzun ömür arzulayıram. Arzulayıram ki, Şahin müəllim yenə bu tür qəzəllər yazsın. Və siz bugün də auditoriyadasınız, bugün də mühazirə aparırsınız. Sizin yetişdirdikləriniz bizim sevimli müəllimlərimiz olub. Cəmil müəllim də burada oturub, Emrah xanım da burada oturub. Amma siz bir günəşsiz, həqiqi günəşsiz. Günəş uzaqdan planeti işıqlandırır. Siz harada olsanız da bizim tələbələrimizin qəlbini həmişə hərarətlendirirsiniz, işıqlandırırsınız və bu işıq bizi heç bir zaman düz yoldan çıxmağa imkan verir. Sağ olun, min yaşayın. Çox sağ olun, çox təşəkkür edirəm. Bu cür xatirələr çox gözəldir və buranın bir müsbət cəhəti var. Bunların hamısı videoda yazılır. Biz indi Elşad Abdullayev kimi orada aparıb oynayır. YouTube'a. Amma bu da bir video canlı daxtır. Bunların hamısı sonra kağıt üzərində köçürülür. Ona görə ola bilər sizin necə özünüzün həvəsiniz olmayacaq, ya vaxtınız olmayacaq, yazasınız. Amma bunlar yazılır, bunu bir tərəfini deyil. Bir də bu Süleyman müəllim tələbələri çox ləzzətlə onun haqqında danışırlar. Mən kitabda kiminizə bir xatirəsində oxudum ki, yer tələbələri, xüsusilə qızlar onu çox sevirdilər. Cəmil müəllim, görünür nəsə, buyurun. Cəmil müəllim, buyurun. Çox təəssüflənirəm ki, dediniz bu video çəkiliş filan işləri Süleyman müəllimin dərs dediyi vaxtlarda mövcuddur və tamamilə razıyam Cəmil müəllimin fikri ilə ki, kaş ki o mühazirələr qalmış olardı. Hərçəndir ki, mənə o xoşbəxtlik nəsib olmuyor Süleyman müəllimin dərs dediyi auditoriyada tələbə kimi orada olum. Ancaq bu boşluğu artıq Moskva Dövlət Universitetini bitirdikdən sonra artıq elmlər namizədi olaraq gəlib universitetin əməkdaşlığı kimi Süleyman müəllimin rəhbərliyi ilə, onun rəhbərliyi ilə kafedrada çalışarkən bu boşluğu doldurmağa çalışdım və Süleyman müəllimin dediyi dərslərdə hamısında gedib iştirak eləmişəm. Oradan öyrəndiklərim, meydanda gördüklərimiz, qəzetlərdə yazılanlar əsasında biz də öz müəllimlik missiyamızı bunların əsasında, bu konseptual əsasında qurmağa çalışırdıq. Və Cəmil müəllimin xatırlatdığı bu məqalə ilə bağlı mənim də xatirələrim var. Deyirəm, yenə də o xoşbəxt günlər kimi mən xatırlayıram həmin vaxtları. Acılı günlər olsa da bu bir elm laboratoriyası, tədqiqat laboratoriyasıdır və Süleyman müəllimin rəhbərliyi altında həmin o məqalənin hazırlanmasında kafedranın cavan əməkdaşları da köməkçi işləri görürlər. Filan yerdən filan məlumatları götürmək və s. Biz də gedib akademiyanın kitabxanasından hərdən adam öz vəziyyətindən acıyır. Qarabağla bağlı toplu bir şey yox idi. Ortalığa çıxarılan, məsələn, demografik situasiya ilə bağlı bir vəziyyəti əks etdirən bir şey yox idi. İndi o cədvəlləri ki, qoyuruq ortalığa dinamikanı göstərən faktorlar filan,
onların hamısı ayrı-ayrı mənbələrdən götürülmüş, toplanılmış yazılar əsasında Süleyman müəllim cəmləşdirdi, hazırladı və bu məqalə çıxmamışdan qabaq bu Moskvaya Mərkəzi Komitənin siyasi bürosuna bir məktub formasında hazırlandı və mənə də bu böyük bir xoşbəxtlik nəsib oldu. Mənə həvalə elədilər, onu götürək, buradan poçta salmadılar onu ki, keçməz, Dərbənddən o tərəfə keçməyəcək. Aparıb birbaşa ona çatdır, əlindən təhvil ver, qayıt gəl və sonradan da onun biraz da dəqiqləşdirim. Ona deməli universitetin bir 30-40 professoru qol çəkmişdir. Universitetin belə üzdə olan adamları böyük bir siyahı vardı orada, onu da xatırlayıram. Bəxtiyar müəllimin yanına göndərdiniz deyəsən, o da oradan bilet zad aldılar. O belə bir iş olmuşdur. O günləri mən yalnız o dövr, sonra 20 yanvar hadisələri zamanı yenə də Moskva ilə əlaqəsi olan adamlardan bir neçə adam oralar göndərmiş, materiallarla filanlarla. Yenə də həmin o kafedranın əməkdaşı olaraq yenə də o ehtimat olunan adamlardan biri kimi göndərilən. O günləri mən xatırlayanda bu gün yenə də tariximizin ağır dövrü, proseslər yeni başlayıb, hələ biz dırnaq içində o bəxtəvər Sovet cəmiyyətinin içərisindən çıxmış insanlar qan nədir, qadağa nədir, bu tipli işlər nədir və ümumiyyətlə biz Sovet dövlətinin ideoloji əsaslarını qorumağa yönəli bir hazırlıq keçmiş insanlar olaraq eyni zamanda indi bunun içərimizdə hansı proseslər bu dövrdə bir insan kimi yetişmək işində çox şanslı adamlardan biri mən özümü hesab edirəm ki, həmin o dövrü bu kafedrada keçirmişəm və Süleyman müəllimin rəhbərliyi altında keçirdim. Çox şükür ki, həmişə o təəssüf elədiyimiz o məqam nədən Süleyman müəllimin o dəyərli yazıları, böyük cildlərə bərabər olan kiçik məqalələri, hər hansı bir məsələlərlə bağlı aparılan o, deyək ki, xüsusi kurslar, Dədə Qorqudla bağlı xüsusi kursunu eşitmişik, böyük bir elmi laboratoriyaya bərabər bir iş idi. Həmin o deyilən ayrı-ayrı ştriklər, o zaman ki, hələ Dədə Qorqud bir ədəbi epos kimi öyrənilməsi yeni başlanmışdı. Artıq Süleyman müəllim onun içərisində onun tarixi qaynaqlar kimi istifadəsi ilə bağlı məsələlər toxunurdu. Yəni, yeni, təzəcə bu tarix elminin əsaslarını öyrənməyə başlayan insanları artıq o elmin laboratoriyasına daxil edir. Bu çox önəmlidir. Hansı ki, təəssüf ki, yavaş-yavaş bizim elmimizdən çəkilməkdədir. Çox təəssüflə bunlar. Bu da həm Süleyman müəllimin görüşür, həm özünün fikri istedadı, həm də ki, keçdiyi o böyük məktəblə bağlıydı. Moskva Tarix Məktəbi, Moskva Dövlət Universitetində keçirilən o məktəb təbii ki, öz rolunu oynadı və Süleyman müəllim, Allah sizə uzun ömür versin və bu yazılarınızın, bu mühazirələrinizin heç olmasa indi bir gərək bir çəkilişi zaten təşkil olunsun ki, bunlar bir Rusça söz var ya, naqliyyat pasovri, bu formalı bir istifadə olunsun dərslərdə. Bu kitab ancaq indi ki, bunun təqdimatına toplanmışıq, bu öz özlüyündə həddən artıq vacibli bir mənbədir. Bu mənbələrdə siz həmişə diqqətli olmuşsunuz. İlk məsələlərə konseptual yanaşmanın ilk örnəklərini vermişsiniz. Yenə də böyük bir xoşbəxtlik sayıram mən özümü ki, Azərbaycan tarixinin proqramı hazırlandı. İlk dəfə o proqramla o yeni konseptual yanaşma başladı. Sonra onun ətə qanad olmasından ötürü qaynaqların cəlb olunması, Azərbaycanın ilk qaynaqları ortalığa çıxdı. Sonradan kitab ortalığa çıxdı. Bunlar hamısı hissə-hissə yeni bir düşüncənin ortalığa qoyulmasının və özdəki aprobasiyadan, tələbə auditoriyasında aprobasiyadan keçirilmiş bir formada ortalığa qoyulmasının bir forması. Bunlara görə sizə sağ ol demək istəyirəm.
və bundan sonra da hələ neçə illər sizdən belə fədakarlıqla fəaliyyət göstərməyi arzulayıram. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Fatih'im, buyurun. Sağ olun. Amiyan Fəlsəfə Sosiologiya Bədii Biliminin əməkdaşı Fəlsəfə Fəaliyyəti. Mən Sovet dövründə yazıb yazmış tarixçilərimizi, filosoflarımızı, ədəbiyyatşünaslarımızı, demək olar ki, əksəriyyətini oxumuşam. Nəyə burada diqqətə çəkmək istəyirəm? Sovet dövründə xüsusilə bizim ən çox ideologiyaya məruz qalan tariximizdir, fəlsəfəmizdir, dilimizdir, etnografiyamızdır. Bu sahədə çox ciddi problemlər oluşur. Təbii ki, Sovet dövründə çalışırlar ki, məhz Sovet ideologiyasına uyğun olaraq bu əsərlər, kitablar yazılırdı. Ancaq təbii ki, Süleyman müəllim kimi, Ziya müəllim kimi və başqa tarixçilərimiz, ədəbiyyatçılarımız var idilər ki, onlar nə qədər Sovet ideologiyasının təsiri altında qalmasına baxmayaraq, orada milli ruhu yaşatmağa çalışırdılar. Tariximizdə milliliyi qorumağa çalışırdılar. Çox acınacaqlısı, mənim fikrimdə çox acınacaqlısı budur. Əgər biz Sovet dövründə bizim tariximiz, bütçeli Azərbaycan tarixi, yəni o cürə yazıldı. Təbii ki, yenidir, Sovet ideologiyasına uyğun olaraq yazıldı. Çox çatışmayan cəhətlər vardı. Orada da kökümüzü, dilimizi, soyumuzu və s. müxtəlif cür saxtalaşdırırdılar və yaxud da saxtalaşdırmağa cəhd etdilər. Təbii ki, buna etiraz edən insanlar da var idi. Düzdür, 30-cu 40-cı illərdə bizim böyük insanlarımız, dilçi alimlərimiz, Bəkir Çobanzadə kimi və s. yazıçılarımız, şairlərimiz repressiyaya məruz qaldıqları üçün artıq 50-60-cı illərdə milli ruhu yaşadan insanlar az idilər elmdə deyil. Təbii buna səbəb bəllidir. Çünki repressiya o qədər kəskin olmuşdur ki, artıq 40-cı illərə qədər bu ruhu yaşatmağa hər insanlar cəsarət etmirdi. Mənim fikrimcə, mən oxumuşam təbii ki, bir neçə alimimiz ancaq bunu 60-cı, 70-ci illərdə bir neçə şairimiz ancaq buna müəyyən mənada cəhd göstərirdilər. Təbii ki, onlardan biri də Süleyman müəllim olmuşdur. Ancaq mənim diqqət çəkmək istədiyim bundan ibarətdir ki, biz oldu ki, biz Süleyman müəllim, biz oldu ki, biz Sovet dövründə məhz elə 3 cildi Azərbaycan tarixi yazıldı. Ancaq 20 il müstəqil, biz artıq 20 il, 21 ildir müstəqilik. Ancaq bizə müxtəlif tarix kitabları yazdılar. Və mən də onların əksəriyyətini oxumuşam. Mənim ixtisasım fəlsəfə tarihi olduğuna görə, mən daha çox fəlsəfə tarixinə məşğul olduğum üçün bu məsələləri çox izləyirəm. Dilimizin tarixi, ümumiyyətlə tarix, etnogenezislə bağlı tarix və s. belə. Düzdür, elm belədir ki, obyektivliyi sevir. Hər bir şeydə obyektiv olmaq lazımdır. Subyektivi olmaz, subyektivdir. Ancaq məsələ bundan ibarətdir ki, biz bu müstəqilliyimizin bərpasından sonraki dövrdə mənim fikrimcə qənaətim bundan ibarətdir ki, xüsusilə də institutların nəşr etdiyi, yəni bunlar hansı ki, akademik nəşr sayırlar. Biz akademik anlayışında müxtəlif cür gözmək olar və qeyri-akademik anlayışında müxtəlif cür gözmək və izah etmək olar. Çünki hər insanın fəlsəfi baxımdan da hər insan istədiyi bir predmetə, istədiyi kimi qiymət verə bilər. Ancaq elə məsələlər var ki, orada millətin baxışı olmalıdır, bir insanın yox, bir fərdin yox. Yazıqlar olsun, biz 7 cildi tarixi ortaya qoyduq. Dedik yetərli deyil, indi deyirlər 3 cildi tarixdə yazılacaqdır. Yəni, bir millətin tarixi müstəqil olduğu bir dönəmdə bir millətin tarixini yazmaq, yəni bir neçə dəfə yazmaq, bu acınacaqlı bir şeydir. Yəni, mənim diqqət çəkmək istədiyim odur ki, doğrudanmı biz Sovet dövründə cəsarət edib müəyyən bir ideyaları irəli sürdük, qorumağa çalışdıq. Nədən biz müstəqil olduğumuz dövrdə bu ideyaları yaşada bilmirik? Yaxud da bu cür bir-birindən fərqli kitabların, gənclərin, xüsusən də gənc nəslinin şuuruna sürünməsi nə dərəcədə doğrudur? Yəni, biz Süleyman müəllimə yüksək sözlər deyə bilərik, yaxud da o öz qiymətini almışdır təbii ki. Onu oxuyanlar qiymət verirlər və təbii ki, həddindən artıq şirtmələr də, mənim fikrim buna ehtiyacı yoxdur. Çünki bir insanın yazdığı onun əsl simasıdır. Ona artıq söz deməyə ehtiyac yoxdur. Bu mənim fikrim bundan ibarət. Ona görə də
mən hesab edirəm ki, biz daha çox bunun üzərində düşünməliyik ki, məhz Süleyman müəllim kimi, Ziya müəllim kimi, Yusuf Yusufov kimi və ümumiyyətlə dediyimiz başqa sahəli insanlar kimi bu insanların yolunu biz bu gün necə davam etdiririk, irsini necə davam etdiririk? Biz müstəqil bir dövlətin tarixinə necə yazırıq və necə sahib çıxırıq, dilini necə yazırıq və necə sahib çıxırıq? Əgər bizim bir dilimiz 5 adla adlanırsa, əgər bizim tariximiz hələ bir cür yazırsa, mənə gerçi bunlara aydınlıq gətirmək lazımdır. İstər fəlsəfədə məsələlər olsun, istər dillə bağlı olsun, xüsusən də tarix. Hər bir tarix, hər bir millətin nəyidir hər bir tarix? Onun alın yazısıdır. Əgər biz necə ola bilər ki, orta məktəbdə bir şey oxuyuruq, ali məktəbdə tamam başqa kitablar oxuyuruq. Yəni, istəyirik ki, gənclərdən daha çox şey istəyirik, tələb edirik ki, biz biri olmalısınız. Əgər biz insanların beynini, şuurunu qarşıdırırıqsa, ondan çox şey gözləməyə də dəyilmir. Və mənim demək istədiyim ona ibarətdir ki, məhz bu məsələlərdə ki, Süleyman müəllim və təbii ki, yer edilir, başqa insanlar bu işlərdə görmüşlər. Məhz bu məsələlərin üzərində daha çox düşünməliyik, daha çox bu məsələlərdən müzakirə etməliyik ki, biz doğrudan da keçmişini doğru dürüst bilməyən bir millət, heç millət deyildir. Dilini doğru dürüst bir, dilinin adını və mahiyyətini doğru dürüst anlamayan millət hələ millət deyildir. O hələ millət olması dilini anlamalıdır, doğru dürüst tarixini bilməlidir, ədəbiyyatını bilməlidir və s. ilə. Mən elə gəl ki, bax, bu məsələlər üzərində də daha çox düşünmək lazımdır və təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, burada müəllim buyurun. Burada müəllim qədimlərə gedəcək, siz müasir vaxtlarda işlə qaldırırsınız. Təəssüf ki, qədimə getməyəcəm. Çünki Süleyman müəllimin Azərbaycan tarixşünaslığında bu yeri görmək üçün istəyirəm öz baxışımdan o yeri buradakı gənclərimizə göstərim. Ona görə biraz elmin tarixinə bir-iki cümlə işlətmək istəyirəm. Mən Faiq bəyin, son danışan Faiq bəyin birinci maraqlı sualları oldu. Yəqin ki, mən bu çıxışımda həmin suallara da cavab vermiş olacaq. Bilirsiniz, 19-cu yüzyıl dünyada, xüsusilə Avropada elmlərin formalaşmadı. Əksər elmlər, yəni elm şəklində 19-cu əsrdə formalaşdı. Türkologiya elminin də ilk toxumları səpildi və gözəl türkologlar yetişdi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yetişən türkologlar klassik alimlər oldular. Niyə? Çünki onlar türkologiya elminə ancaq tarixçi gözündən baxmırdılar, dilçi gözündən baxmırdılar, bir antropolog kimi baxmırdılar. O vaxtın türkologları həm antropolog idi, həm etnoqraf idi, həm mifoloq idi, həm folklorşünas idi, həm dilləri bilirdi, dilçi idi, tarixi bilirdi. Və bu bilgilər toplusuyla yanaşdığı mövzuda klassik bir əsər yazdı. Yəni Bartoltdur, Jirmunskidir, Krımskidir, Ravlovdur, yüzlərlə adını çəkdi. Sonra gəldi 20-ci əsrin ortalarında elmlərdə bir diferensiyasiya başladı. Başladılar tarix elminin özünü ayrıb bölməyə. Deyək ki, İslam öncəsi tarix, orta əsrlər tarixi, Burjuva tarixi və və alimlər bütün sahələrdə belə oldu. Kimyada, fizikada, biologiyada elmlərin deməli, o sıxında yaranmış, məsəl üçün biofizik elmi yarandı və s. Bu elmlərin diferensiyasiyası elmin inkişafına xidmət edir. Yəni, hər bir alim, qrup o sahəyə gedib, orada çox maraqlı şeylər daxil edir. Amma bu tərəfdən alimlər cırlaşdı. Yəni, o dar sahə bu alimləri ancaq bir sahənin uzmanına çevirdi. O birisi sahələrdən xəbərsiz qaldı. Ona görə 30-cu illərdən, 40-cı illərdən sonra ortalığa çıxan türkologlar əlbəttə işlərində bəziləri var ki,
dünya çapında uzmandır. Ama cırlaştılar. 30-cu illərin axırında rəhmətli Dəmirçisada bir kitab yazdı. 47-ci ildə onu çap elədi. Azər dilinin tarixi. Həmin o il o kitabı yandırdılar. Təsəddüfən ondan məndə bir nüsxə qalmışdı, mən ondan bərələndim. Yəni, bu adam dilçi idi, amma həm də tarixdən yazırdı. Deməli, 80-ci illərdə, daha doğrusu 70-ci illərin ortasında Orja Süleymanov bir inqilab elədi. Şair bir adam götürdü, tarixdən bir kitab yazdı. Igor Polk haqqında, Sümeyver haqqında. Biz onda cavan müəllimlər idik. Süleyman Bəygilin nəsli biraz Süleyman Əlyanın, Əlyas Səfərinin, nə bilim, o yaşlı olanlar biraz bizdən yaşlı. Yəni o elində bir tufan yarattı. Biz başladıq artıq bu sahəyə maraqlanmaq. Məsəl üçün, mən dilçiyəm. Mən bunları oxuyandan sonra gördüm ki, tarixi ancaq tarixçi yaza bilməz. Və yaxud dil tarixini ancaq dilçi yaza bilməz. Dil tarixini yazan etnografiyanı bilməlidir, mifologiyanı bilməlidir, etnogenez məsələlərini bilməlidir, ən azından qlatogenez elmi ilə tanış olmalıdır. Bu mənada rəhmətli Fərmanla universitetin həyatında oturub çay içirdik. 82-ci, 83-cü illərdə mən bir xrestomatiya çıxmışdı tarix. Açdı dedi Firidun bəy, burada Miladdan öncə 4-cü əsr Misir qaynağında bir qara təpə sözü yer adı kimi. Bir buna baxır. Mən bu tədqiqatlarıma bax o təpə sözü başladım. O vaxt biz 4-5 dənə belə izaglos bilirdik ki, ön Asiyada var. Təpə, tanrı, meşə, nə bilim, qurqan. 5-6 dənə söz verir. Biz dilçilər tarixə gelişdik. İndi gəlirəm Cübliyarımızın üstünə. Tarixçilərin içindən yegan adama idi ki, bu da dilçiliyə gəldi. Və çox maraqlı işlər çıxdı ortalığa. Mən o vaxt müəllimin Dədəqorluqdakı sözlərin oxuşuyla bağlı yazılarını oxuyanda mənə elə ləzzət elədi ki, artıq bizim tarixçilər başlayıb, düzgün yoldadır. Yəni, ilk dəfə Alban sözünü o tapdı. İlk dəfə Alban başı sözünü o tapdı. Yəni, məlum oldu ki, bu Kuzeydə qurulan Alban dövlətinin, Albanların etnik tərkibi və s. Orada çoxu məsələlər var. Bu nəyi demək istəyirəm? Tarixçilərlə dilçilərin bir yerdə olmağı 80-ci ilin ortalarında böyük bir hərəkat yarattı və üç ciddi Azərbaycan filologiyası məsələləri var. Onun birinin də redaktoru mənim. Yəni, cəmi barmaq sayı qədər bizim əlimizdə fakt var. Amma bu keçən müddət ərzində təsəvvür edin, tonlarla kitaba yerləşəsi faktdan qoyulmaq. Sadəcə bunu yazmaq lazım. Elementar bir məsələ deyirəm. Mən Süleyman müəllimin məqəllərini o vaxt oxuyurdum. İndi oxuduğum bir şeyi ilk dəfə gördüm burada. Ailədə oxumamışdım. Bu da Daş babalar haqqında.